Qərbi Azərbaycan icmasının Qara Kilsə rayon icmasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbir Novruzun milli mənəvi dəyərlərini yaşatmaq, qədim ənənələrimizi gələcək nəsillərə çatdırmaq və Qərbi Azərbaycandan olan soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyıb. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və rayon icmasının üzvləri iştirak edib. Bayram ab-havasında keçən tədbirdə Novruzun rəmzləri olan səməni, milli şirniyyatlar və bayram atributları nümayiş olunub. Qədim adət-ənənələr xatırlanıb. İştirakçılar Novruzun xalqımız üçün yalnız mövsüm bayramı deyil, həm də birlik, bərəkət, yenilənmə və ümid rəmzi olduğunu vurğulayıblar. Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının Qara Kilsə rayon icmasının sədri Nadir Qəhrəmanov Novruz bayramının xalqımızın tarixində və mədəniyyətində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, əsrlər boyu qorunub saxlanılan bu bayram milli kimliyimizin, adət-ənənələrimizin və mənəvi dəyərlərimizin mühüm tərkib hissəsidir. Qeyd olunub ki, Qərbi Azərbaycandan olan soydaşlarımız harada yaşamalarından asılı olmayaraq öz milli bayramlarını böyük sevgi və ehtiramla qeyd edir. Bu ənənələri yaşadır və gələcək nəsillərə ötürür. Nadir Qəhrəmanov çıxışında Qərbi Azərbaycan icmasının fəaliyyətinə də toxunaraq bildirib ki, belə tədbirlər həm soydaşlarımız arasında həmrəyliyin möhkəmlənməsinə, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir. O bildirib ki, icmanın əsas məqsədlərindən biri Qərbi Azərbaycan həqiqətlərini yaşatmaq, doğma yurd yerlərimizin tarixini və mədəni irsini gənc nəslə çatdırmaqdır. Bu istiqamətdə keçirilən tədbirlər insanların bir araya gəlməsinə, birlik ruhunun güclənməsinə və milli yaddaşın qorunmasına mühüm töhfə verir. Tədbirdə çıxış edən natiqlər Novruz bayramının xalqımızın ən qədim və ən əziz bayramlarından biri olduğunu vurğulayaraq, bu bayramın insanlar arasında dostluq, mərhəmət və birlik kimi dəyərləri möhkəmləndirdiyini qeyd ediblər. Onlar diqqətə çatdırıblar ki, belə tədbirlərin keçirilməsi, xüsusilə gənc nəslin milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Çıxış edənlər Qərbi Azərbaycan icmasının Qara Kilsə rayon icmasının həyata keçirdiyi təşəbbüslərin təqdirə layiq olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, icma tərəfindən təşkil olunan tədbirlər soydaşlarımızın bir araya gəlməsinə, milli dəyərlərin yaşadılmasına və Qərbi Azərbaycan irsinin qorunmasına mühüm töhfə verir. Bu cür tədbirlər həm də insanların doğma yurd yerlərinə bağlılığını daha da gücləndirir. Bayram tədbiri çərçivəsində Novruzun ənənəvi elementləri nümayiş etdirilib, milli musiqilər səsləndirilib və iştirakçılar bayram süfrəsi ətrafında bir araya gəliblər. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək Qərbi Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndiriblər. Sonda bildirilib ki, Qərbi Azərbaycan icmasının Qara Kilsə rayon icması bundan sonra da milli mənəvi dəyərlərin qorunması, soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətini davam etdirəcək. Novruz bayramı münasibətilə təşkil olunan bu tədbir isə həm bayram sevincini bölüşmək, həm də milli ənənələrimizi yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyıb.